Azərbaycan Dövlət Neft Şirkəti 1 noyabr 2021-ci ildə dövrəyə buraxdığı 100 milyon ABŞ dollar dəyərində yeni istiqrazlara görə sayca 18-ci dəfə faiz ödənişi həyata keçirib. Bu barədə şirkətin törəməsi Sokar Capital MMC-dən bildirilib. Qeyd edək ki, nominal dəyəri 1000 ABŞ dolları olan 100 min ədəd istiqraz 5 il müddətinə tədavülə verilib. Onların illik gəlirliyi 4,5%-dir. Faizlər rüblü ödənilir və hər dəfə istiqraz sahibləri 1 milyon 125 min ABŞ dolları faiz alır. Növbəti faizlər istiqraz sahiblərinin hesablarına köçürülüb. İnvestorların ümumi qazancı 20,25 milyon ABŞ dollarına yüksəlib. Bu rəqəm müddətin sonunda 22,5 milyon ABŞ dolları təşkil edəcək. İndiyə qədər Sokarın yeni istiqrazları ilə ümumi dəyəri 109,7 milyon ABŞ dolları olan təxminən 1694 təkrar bazar əməliyyatı aparılıb. Hazırda bu istiqrazlar Bakı Fond Birjası Qapalı Səhmdar Cəmiyyətində ən çox ticarət olan korporativ qiymətli kağızlardır. Ümumilikdə Sokar istiqraz emissiyasına başladığı 2016-cı ildə indiyə qədər vətəndaşlara və investorlara 57,25 milyon ABŞ dolları faiz ödəyib. İstiqrazları 1 və 5 saylı asan xidmət mərkəzlərindəki xüsusi köşklərdən və Azərbaycandakı investisiya şirkətlərindən əldə etmək olar.